Bismillahirrahmanirrahim və bihi nestəin. Mübarək Ramazan ayının günləri öz bərəkəti ilə bizlərə üz tutmuşdur. Allah Teala bu ayda edilən ibadət itaətləri, oruc namazları öz dərgahında qəbul etsin. Ramazan ayının şərii məsələləri ilə bağlı mövzumuz davam edir. Ramazan ayının şərii məsələləri ilə bağlı orucun insana vacib olma şərtləri. Oruc insana hansı şərtlər əsasında vacib olur? Yəni, bir insan əgər oruc tutmaq istəsə, onda hansı sifətlər, hansı şərtlər olmalıdır? 1. Şəri həddi buluğa çatmış olsun. Yəni, insan şəri cəhətdən həddi buluğa çatsın. Məsələn, oğlan uşaqlarında 15 yaşın tamam olması və digər səbəblər, həmçinin də qız uşaqlarında 9 yaşın tamam olması və digər səbəblərdən həddi buluğa çatırlar. Ondan sonra onlara Ramazan ayının orucunu tutmaq vacib olar. İkinci, ağıllı, yəni əqli yerində olan insana vacib oruc vacib olar. Yəni Ramazan ayının orucu vacib olar. Əqli yerində olar. Yəni ruhi, psixi olaraq xəstə insanlara orucluq vacib olmaz. Üçüncü, oruc tutmağa qüdrəti olmaq. Yəni insan əgər oruc tuta bilərsə, yəni səhhəti, canı, gücü, qüvvəti ona imkan verirsə, o şəxs oruc tuta bilər. Yəni, oruc tutmağa qüvvəti olsun, qüdrəti olsun. Dördüncü şərt bundan ibarətdir ki, insan huşsuz olmasın. Təbii ki, huşsuz halda olan insana oruc vacib deyil. O baxımdan huşu yerində olan insana oruc tutmaq vacib olar. Beşinci şərt bundan ibarətdir ki, insan səfərdə olmasın. Səfərdə olan müddətdə müəyyən şərtlərlə təbii ki, sonradan deyiləcək bu şərtlər. Səfərdə olan müddətdə insana oruc vacib olmur, hətta Ramazan ayında olsa belə. O baxımdan insan səfərə çıxarsa, müəyyən şərtlər əsasında orucunu tutmayacaq. Altıncı, orucun ziyanlı olmaması. Əgər bir insana oruc xəstəliyi baxımından və digər səbəblərdən ziyan edirsə, məsələn, xəstədirsə, xəstəliyi artır və yaxud xəstəliyin sağalması gecikir, o baxımdan orucunu tutmaya bilər. 7-ci şərt, orucun əziyyətli olmaması. Məsələn, yaşlı insanlara ola bilər ki, yaşları yüksəkdir, çoxdur, o baxımdan onlara oruc tutmaq çox əziyyətdir. Və təbii ki, müəyyən şərtlər əsasında onlara da oruc tutmamaq tövsiyə olunur. Allah Teala oruc namazlarımızı öz dərgahında qəbul etsin.